Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Xüsusi şərtlərlə pensiya alanların sayı açıqlandı. Rəsmi rəqəmlər məlum oldu. Azərbaycanda pensiya sistemi ilə bağlı yeni statistik məlumatlar açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən 2026-cı ilin may ayında xüsusi şərtlərlə əmək pensiyası alan vətəndaşların sayı 152.213 nəfər təşkil edib. Açıqlanan rəqəmlər göstərir ki, ölkədə xüsusi şərtlərlə pensiya hüququndan istifadə edən şəxslərin sayı kifayət qədər yüksəkdir. Bu kateqoriyaya daxil olan vətəndaşlar qanunvericiliyə uyğun olaraq müəyyən peşələrdə çalışdıqları və ya xüsusi hallara görə əmək pensiyası almaq hüququ əldə etdikləri üçün pensiya təminatı ilə əhatə olunurlar. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi statistikaya əsasən xüsusi şərtlərlə əmək pensiyası alanların böyük hissəsini yaşa görə pensiya alanlar təşkil edir. Belə ki, onların sayı 115.189 nəfər olub. Bu göstərici xüsusi şərtlərlə pensiya alanların əsas hissəsinin məhz yaşa görə pensiya təyin olunan şəxslərdən ibarət olduğunu göstərir. Məlumatda qeyd olunur ki, əlilliyə görə xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin sayı 13.742 nəfər təşkil edib. Bu vətəndaşlar qanunvericiliyin tələblərinə uyğun olaraq əlillik səbəbindən pensiya təminatından yararlanırlar. Bundan başqa, ailə başçısını itirməyə görə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 23.282 nəfər olub. Kateqoriyaya daxil olan şəxslər ailənin əsas gəlir mənbəyini itirdikdən sonra dövlət tərəfindən sosial müdafiə tədbirləri çərçivəsində pensiya ilə təmin edilirlər. Mütəxəssislər bildirirlər ki, pensiya təminatı sistemi ölkənin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Son illər həyata keçirilən islahatlar nəticəsində pensiyaların təyin olunması, ödənilməsi və sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Rəsmi qurumların məlumatına görə pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması, pensiya təminatının dayanıqlığının artırılması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsidir. Xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin sayı ilə bağlı açıqlanan son statistika da göstərir ki, dövlət tərəfindən müxtəlif sosial kateqoriyalara aid vətəndaşların müdafiəsinə xüsusi diqqət yetirilir. Gələcək dövrdə də bu sahədə yeni layihələrin və sosial proqramların həyata keçirilməsi gözlənilir. Siz bu rəqəmlər barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə yaza bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı və yeni xəbərlərdə xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Hər zaman olduğu kimi ən son və ən aktual məlumatları sizə çatdırmağa davam edəcəyik.